Salam əziz insanlar, Aydınlanma kanalıdır bu. Gəlin birinci mövzuya başvurmazdan əvvəl bir dua eləyək. Allahu la ilahe illa huvel hayyul qayyum, la tehuzuhu sinetun ve la nevm, lahu ma fis semavati ve ma fil ard, men zellezi yeşfe'u indehu illa biiznih, ya'lemu ma beyne eydihim ve ma halfehum, ve le yuhitune bi şeyin min ilmihi illa bima şa'e, ve siyye kursiyyuhus semavati vel ard, ve le yuduhu hifzuhuma ve huvel aliyyul azim. Bu Ayetül Kursi'dir. Bəqərə suresinin 255-ci ayəsi. İndi məsələn mən telefonda video çəkirəm və ağlımda belə bir ideya var ki, yaranır. Özü-özündən spontan olaraq yaranır. Sanki məni izləyirlər, məni indi görürlər, mənə baxırlar. Və hər birimizin içində uşaqlıqdan bu bizə yeridilib. Sanki bizi görürlər, bizi seyr edirlər, bizə baxırlar. Sanki biz həmişə tamaşanın içindəyik və başrol oynayırıq. Biz vacib olmasaq belə bizi seyr edirlər. Yəni, əslində bu ideyanın, fəlsəfənin içində kameralara ehtiyac yoxdur. Allaha belə ehtiyac yoxdur. Bu düşüncə bizdə təməl bioloji instinktlərə əsaslanıb. Bu nə deməkdir? Ta qədim zamanlarda bizlər icma dövründə həmin bu toplumda yaşayanda məcbur idik ki, bizim sinir sistemimiz elə təkamülləşirdi ki, biz digər insanları anlayaq və digər insanların nə düşündükləri, nə fikirləşdikləri, bizi necə gördükləri bizim üçün əhəmiyyətli idi. Biz onların elədiklərini eləməsək, onlara uyğun olmasaq, onlar bizi qəbul eləməyəcək, sevməyəcək. Bu fəlsəfə sonradan Allaha da getdi və s. və s. Yəni ki, Allah bizi müşahidə eləyir, Allah cəzalandırır, Allah görür, Allah qismətimizi, taleyimizi yazır və s. və s. Əslində gerçəklik ondan ibarətdir ki, Allah bizi görür, amma Allah şahiddir. Şahid nə deməkdir? Sizin içinizdəki, yəni belə deyək, bax bu məsələn mənəm, Allah da buradadır. Nominal olaraq, fiktiv olaraq belə başa salıram ki, siz başa düşəsiniz. Əslində onun yeri yoxdur ha. O hər yerdədir. Hər yerdə, hər zərrəcikdə belə deyil. O hər şeyin fövqündədir. Bax, siz nə təsəvvür eləyə bilirsiniz, ağlınıza nə gətirə bilirsiniz ha? Hamısı buradadır. Burada və indi. O isə bunun üstündədir, fövqündədir, bildiniz? Ona görə o onun barəsində Fəridəddin Əttarın Mantiqut Tayr, quşların söhbəti kitabında deyildiyi kimi danışmaq olmur, onu analiz eləmək olmur, onu qavramaq olmur, onu dərk eləmək olmur. Çünki o hər zaman fövqündədir. Baxın, sözün fövqündə, düşüncənin fövqündə olan bir şeyi siz necə dərk eləyə bilərsiniz? Hə? Siz sadəcə bu haqda danışa bilərsiniz. Bir məntiq yürüdə bilərsiniz. Məntiqlə A üstə gəl B bərabər A kvadrat üstə gəl B kvadrat bərabərdir C kvadrat formatında, timsalında siz hansı düşüncələri yürüdə bilərsiniz. Amma bütövlükdə siz bunu qavraya bilməyəcəksiniz. Çünki birincisi bizim bu illüzor yuxu məhsulundan, yuxu materialından düzəldilmiş bu reallığımız birincisi çox çətindir, çox dərk ediləsi dərəcədə ağırdır. İkincisi də ki, çünki bu çoxdur. İkincisi də ki, bunun fövqündə olan bir şey sən anlaya bilməyəcəksən. Yəni sənin ağlın, bax təsəvvür elə, bax bu illüzor yuxu materialından düzəldilmiş bir reallıqdır. Bunun içində planetlər var, insanlar var, münasibətlər var, tarix var, biologiya var, elm var, riyaziyyat var, fizika var, kimya var, mifologiya var, dinlər var, fəlsəfələr var, hisslər var, emosiyalar var, acıq, qıcıq, nifrət, qəzəb, sevgi, şəfqət və s.
Hamısı bunun içindədir və sənin ağlın da bunun içində fırlanır ora-bura. Bu isə fövqündədir. Elə bir təsəvvür elə dünya planetindəsən və heç bir cihaz yoxdur. Gözün də yaxşı işləmir. Amma sən Mars haqqında, Yupiter haqqında nəsə fikir ürülürsən. Bu mümkün deyil. Nə deyəcəksən ki, hamısı yalan olacaq. Albert Einstein deyirdi ki, sən ayı görmürsənsə, o ay mövcud deyil. Yəni bu kuantum fizikası, müşahidəçi və s. bir kuantum fəlsəfəsidir, bu başqa bir şey. Amma Allah sadəcə şahiddir. Quranda deyildiyi kimi Allah şahiddir. Yəni, bax, mən burada video çəkirəm sizin üçün. Sizcə, bax, burada olan nominal fiktiv olaraq yenə yadınıza salıram. Allah'a mənim necə yaşadığım, mənim nə etdiyim, mənim fiziki bədənim, mənim hərəkətlərim və s. önəmlidirmi? Yox. Bunların hamısını karma idarə edir. Yəni, səbəb-nəticə əlaqələri. Bax, mənim video çəkmək qərarım determinə olunur. Yəni, biz hamımız determinə olunmuşuq. Məsələn, sən deyirsən ki, mən çay içəcəm, mən kofe içəcəm. Və sən deyirsən ki, mən azadam, bu mənim azad iradəmdir, mən belə eləmişəm, mən belə seçmişəm. Amma sən kofe içmək haqqında fikri yaratmamısan, düzdür? Sən bu fikrin mənbəyini də bilmirsən. Hansı digər fikirlə əlaqəli olduğunu da, hansı digər fikrə bağlandığını da bilmirsən. Yəni, bu determinə olunmuş bir şeydir, bu uzaqdan gələn bir şeydir. Bildiniz? Karmadır bu. Karma da nədir? Sadə dillə başa salmışam. Səbəb-nəticə əlaqələridir. Bu elə bir silsilədir ki, səbəb-nəticə əlaqələri heç bir kuantum kompüteri belə bunu hesablaya bilməyəcək. Yəni, Allah, indi başqa mövzuya toxunacaq, amma birincisi bunu istəyirəm dərk edəsiniz ki, Allah şahiddir. Yəni, Allahı sənin inkişaf etməyin, devalivasiyadan keçməyin, təkamülləşməyin, yaxud da ki, aşağı düşməyin, heyvanlaşmağın onu bir qram maraqlandırmır. Çünki o daimi hüzurdur, o müdaxilə eləmir, o hüzurdur, o sən özünsən. Bildiniz? Əsl sənin gerçəkliyin elə Allahdır. Yəni, sən buradakısan, burada olan və sən bunu müşahidə eləyirsən, şahidlik. Müşahidə nədir? Məsələn, mən otururum, müşahidə eləyirəm nəyisə, düzdür? Müdaxilə eləyirəm, yox. Girişirəm oraya, yox. Analiz eləyirəm, yox. Bu məni sıxır, yox. Sadə bir analogiya deyəcəm ki, daha dəqiq başa düşəsiniz. Elə bil, siz, əsilsiz, gerçəksiz, siz deyə bir şey yoxdur əslində. Oturmuşsunuz və məsələn, təsəvvür edin ki, burada bir ekran var, kinodur. Orada bir insan oturub, yenə deyirəm, nominal olaraq təsəvvür edirik. Orada bir insan oturub və filmə baxır. Görür ki, filmin içində kimsə qarşısına telefonu qoyub, kameranı açıb, danışır. O da belə oturub deyir, nə maraqlıdır, baxaq da. Bax, Allah üçün, sizin ruhunuz üçün, hüzur üçün, gerçək həqiqət üçün sizin yaşadığınız həyatda bir filmdir. Ağrı, acı, əzab və s. hamısı karmik tərəfdən determin olunur. Bəli, bu illüzor yuxuya bənzər reallığın içində çox şeylər var. Hər bir şey mövcud ola bilər, dəyişilmək olar, təkamül etmək olar, aydınlanmaq olar, oyanmaq olar, gülmək olar, əylənmək olar, ağlamaq olar. Bütün variasiyalar, bütün düşüncələrin, fikirlərin, emosiyaların hər bir variasiyası, hər bir çərçivəsi və s. Məntiq, nə fəlsəfə istəyirsinizsə, hər birisi var. Məsələn, gedonizm fəlsəfəsi, epikur fəlsəfəsi, İslam fəlsəfəsi, pozğunçuluq fəlsəfəsi, yaxşı yaşamaq, əylənmək, yaxud da ki, dünyanı zibil, günah dolu bir yer saymaq, nə istəyirsiniz var burada. Yəni, hər bir şey mövcuddur. Amma bu sadəcə oturub müşahidə edir, kinoteatrda bu proseslər gedir, ona dəxlisi yoxdur. Bax, əsilsiz osun.
huzur. Sadəcə bilirsiniz, sözlər elə aldadıcıdır. Məntiq bir fahişədir. Məntiq bir fahişədir. Məntiqlə hər bir şeyi bir-birini calalayıb özünü aldada bilərsən. Yəni sözlərin əsl mənasını bilmədən, terminlərin əslində nə demək olduğunu bilmədən sən özünü rahat şəkildə aldada bilərsən. Bu huzurdur. Yəni əsl sən açar sözləri deyirəm, yenidən təkrarlayıram. Sən nəyi görə bilirsənsə, bunu yadınızda saxlayın. Sən nəyi görə bilirsənsə, o sən deyilsən. Bədəni görürsən, o sən deyilsən. Zehni görürsən, fikri görürsən, o sən deyilsən. Emosiyanı görürsən, o sən deyilsən. Nəyi görə bilmirsənsə, görə bilməyəcəksənsə, o sənsin. Yəni sən əsl özünü heç vaxt görə bilməyəcəksən. Çünki o görünməyə ehtiyac duymur. Onun özünü bilməyə, görünməyə ehtiyacı yoxdur. 112-ci surə, İxlas surəsi. O doğulmayıb, yaranılmayıb, törədilməyib. Sən huzursan, daimi huzur. Bax, mən indi danışıram, fikirlər öz-özünə gedir, danışılanlar, bu boğaz öz-özünə işləyir, gözlər, emosiyalar, biliklər, ağıl, hamısı kompüter kimi öz-özünə işləyir, bioloji orqanizm öz-özünə işləyir. Mən kiməm burada? Mən fərqindəlik sahəsi. Bax, burada elə bir fərqindəlik sahəsi var. Fərqindəliyin özü sənsən. Bax, bu fərqindəlik. Bu elə incə bir şeydir ki, sən bunun fərqinə varmırsan. Çünki bax, bu reallıq elə göz qamaşdırıcıdır, elə əndirabadidir deyək də, ağrı, acı dolu, yaxud da ki, gözəl rənglər doludur ki, sən sadə olan, ən sadə bir şey olan fərqindəliyi görmürsən. Bax, o bütün meditasiyaların, bütün praktikaların əldə etmək istədiyi, yoginlərin əldə etmək istədiyi böyük bir sirdir, həqiqətdir. Bu, fərqindəliyin, huzurun olmasıdır. Eckhart Tolle bu barədə, Allah ona canını sağ eləsin, çoxlu danışıb, indiki anda yaşamaq, yəni huzur deməkdir. Amma bizim zehnimiz, ağlımız elə hiyləgərdir ki, bu elə iblisdir ki, diskursiv ağıl elə iblisdir ki, bizi elə yaxşı aldadır ki, biz heç başa düşmürük ki, necə bir cəhənnəmin içindəyik, necə bir yalanın içindəyik. İndi isə bu sizə aydındırsa, yaxud da ki, aydın deyilsə, məsələn, şərhlərdə yaza bilərsiniz, videonu bəyənə bilərsiniz, şərhlərdə yaza bilərsiniz, abunə ola bilərsiniz, sualınızı verə bilərsiniz. Yəni, düşünürəm ki, mənim dediyim aydındır. Təsadüflərə toxunmaq istəyirəm. İnsanlar düşünür ki, təsadüflər boş şeydir. Mən isə təsadüfü bir kiçicik mifoloji bir tanrı elan eləmişəm. Mənə görə təsadüf adında bir tanrı var. O, gizli, mürəkkəb bir tanrıdır. Bəli, yeni tanrı yaratmışam. Onun da adı təsadüf tanrısıdır. Mən çünki gördüm ki, insanlar təsadüfü tanrılaşdırmır. Onlar düşünür ki, ilahi determinizm ola bilər, ilahi hegemoniya ola bilər. Kosmik maştabda hissəciklərin, atomların, protonların, müzonların, bazonların qanunları işləyə bilər. Amma təsadüf deyə bir şey boş şeydir də, anlamsızdır. Amma o ən böyük ustaddır. Bütün elmi ixtiralar təsadüf nəticəsində yarandı. Sizin indi yaşadığınız mühit belə təsadüf. Əgər 1980-ci illərdə Qarbaçov hakimiyyətə gəlməsəydi, iqtisadi cəhətdən çöküş baş verməsəydi, o zaman Azərbaycan azad ola bilərdimi? Təbii ki, yox. Əgər 1991-ci ildə, 2-ci ildə SSR-də hakimiyyətdə Stalin olsaydı, sizcə indi azad 15 respublika ola bilərdimi? Ola bilməzdi. Gördünüz? Təsadüflər. İndi
Belə tarixdə çoxlu məqamlar var. Amma biz deyirik, yo, biz özümüz eləmişik. Biz qəhrəmanıq, biz eləmişik. Sən nə eləmisən? Tarixi təsadüfi hadisələr olmasaydı sən nə eləyə bilərdin? Hə? Azadlıq necə qazanıla bilərdi? Əgər Stalin olsaydı, yaxud da ki, SSR-nin güclü iqtisadiyyatı mövcud olmağa davam eləsəydi, necə azadlıq qazanıla biləcəkdi? Hə? Heç cür. Gördün? Mən sənə nəyi demək istəyirəm? Hansı həqiqəti ötürməyə çalışıram ki, həyatın sütunu yoxdur, xaotikdir. Necə ki, hissəciklər, kuantum hissəciklərində təsadüf fəlsəfəsi ağalıq eləyirsə, hər bir fəlsəfə, hər bir ideya bir iblis kimi, bir şeytan kimi, böyük cadügər kimi ideyalar aləmi ağalıq eləməyə çalışır. Siz elə fikirləşirsiniz, atomların içində, yaxud da ki, mövcudluqda ağalıq eləməyə çalışan enerjilər yoxdur. Ona görə mistika var da. Məsələn, orta əsrlərdə hesab eləyirdilər ki, əgər ulduz düşürsə, bu ya cinni, ya mələkdir. Çünki onlara görə heç bir hadisə mexaniki olaraq öz-özünə baş vermir. Çay axırsa orada mələk işləyir. Bu əslində düz yanaşmadır. Panteizm daha gözəl yanaşmadır. Çünki elm deyir ki, bax sudur da H2O. H2 və O. Bu ölü bir şeydir. Yaxşı, ölüdürsə, cansızdırsa, suyun altında o lavanın içindən o şeydir, neydi o, burulğandır da, yəni buxar çıxırdı. O buxarın içində kimyavi elementlər necə birləşdi? Elm bunu deyir, kimyavi elementlər birləşdi. Necə birləşdi, nə üçün birləşdi? Ölüdürsə. Siz suyu içəndə görürsünüz, o enerji ilə yükləmək olar. Kaşpirovski məsələn qoyurdular televizorun qabağına, o 90-cı illərdə içirdilər. Məsələn, gomunkul var idi, orta əsrlərdə onu icad eləməyə çalışırdılar, gomunkul. Yəni, bir şeyin içində, probirkan içində bir insan yaratmağa çalışırdılar. Biz də eyni şeyi indi eləmirik. Sadəcə elm deyir ki, bu ölüdür. Ölüdür ha, bu su ölüdür. Amma mistika deyir ki, bu ölü deyil, ay qoyun, sənə elə gəlir bu ölüdür. Bu atom çor-çoranə fırlanmır. Yenə deyirəm, elm deyir ki, onun iradəsi yoxdur, o ölüdür. Çünki elm bütövlüyü ilə bax belə yaşayır, belə. Formullar, riyaziyyat, fizika, biologiya, kimya və s. Ən çox da riyaziyyata əsaslanır. Riyaziyyatçıların özü rəqəmlərin hardan əmələ gəldiyini bilmir. Leibniz deyirdi, olmağın ən sadə forması heçlikdir. Bəs niyə heçlik nəsə olmağa can atdı? Hə? Niyə? Niyə atom iradəsi olmayan, heç bir şey olmayan, niyə birdən-birə onda, niyə onun özündə partlama funksiyası var? Yəni, bu dərəcəyə çatıb parçalanmaq və yaxud da ki, partlamaq və belə deyək də, o biri bir atomla bir ünsiyyətdə olmaq funksiyası var. Bax, bu sualların heç birisinə elm cavab verə bilmir. Elm necə sualına cavab verir, amma niyə, nə üçün sualına heç cürə cavab verə bilmir. Və deyir, boş şey. Amma bu iblislər, enerjilər hamısı bir-biri ilə münaqişədədir. 8-ci əsrdə eramızdan əvvəl yaşamış Zərdüşt müasir dinlərin, fəlsəfələrin, nəzəriyyələrin kökənində durub. Çünki dikotomiya yaradıb. Polemika, ikilik, xeyir və şər, ölüm, həyat, pis, yaxşı. Onun yaratdığı bu fəlsəfə 2800 ildir işləyir. Kimin
fəlsəfəsi belə işləyir. Ondan əvvəl xeyir və şər deyilən bir şey yox idi. Bildiniz? Yox idi. Mənə uyğun olan bir şey var və uyğun olmayan. Mən sizə deyirəm də, siz hələ Zygmunt Nietzsche'nin Mənəviyyatın Genealogiyası kitabını bilmirsiniz. Sigmund Freud'un Totem və Tabu kitabını bilmirsiniz. Bu iki kitabı bilmədən siz insanların niyə nə cür bu cür yaşadığını anlaya bilməyəcəksiniz. Bildiniz? Bu iki kitab ona görə önəmlidir ki, sən insanların niyə nə cür bu cür yaşadığını biləsən. İndiki dünya və köhnə dünya, 2000 il işləyən dünya Nietzsche'nin fəlsəfəsi ilə gedir. Güc İstəyi adlı bir kitab var Nietzsche'de. Güc İstəyi. Nə deməkdir bu? Yəni, hər bir şey gücün dalıcı gedir. Məsələn, qadınlar indi deyir ki, biz hüquqlar istəyirik, eyni bərabərçilik istəyirik. Niyə görə biz işləmək istəmirik, onu istəyirik, belə olsun, elə olsun. Niyə görə bunlar deyilir? Niyə görə? Güc istəyi, hakimiyyət istəyi. Hər bir lider, hər bir siyasi partiya, hər bir ideya, hər bir insan, hər bir fəlsəfə günəş altında yer tutmaq istəyir. Mübarizə aparır digər ideyalarla, fikirlərlə. Çaxnaşma gedir. Və bilirsiniz ki, Nietzsche'nin kölə mənəviyyatı var, ağa mənəviyyatı var. Mən bununla elə də razı deyiləm. Çünki mənə görə Nietzsche əsl şəfqətdən uzaq idi. Məsələn, şəfqəti, humanizmi bu dünyaya gətirən sizcə kimdir? Təbii ki, Buddadır. 2500 il əvvəl bu haqda danışmağa başladı. Buddadan əvvəl bağışlama deyə bir şey yox idi. İnsan bir səhv elədirsə, başını kəs getsin, əlini kəs, qolunu kəs, gözünü çıxart, vur getsin. Budda bunu gətirdi. Sevgini, insana qarşı olan sevgini gətirdi. O adamlara başa saldı ki, baxın, siz digər insanlarda özünüzü görürsünüz. Çünki digər insanların əslində necə, nə cür düşündüyünü, nə olduğunu bilmirsiniz. Siz ancaq öz ağlınızda keçənləri, onlar haqqında təsəvvürləri, öz təcrübənizdən yaranan düşüncələri, fikirləri görə bilərsiniz, düzdür? Və onları siz harda mənimsəyirsiniz, harda qavrayırsınız o biri insanları? Öz içinizdə. Deməli, onlar hardadır? Sizin içinizdədir. Amma ağıl deyir ki, yo, Nietzsche kimi, yo. Bu mənəm, bu da onlar. Mənəm, onlar. Heç Nietzsche sual vermir ki, bəs bu mən kimdir, mən olan nədir belə? Deyir təbii ki, fikirlər, düşüncələr ağalıq eləməyə çalışır, şeytanlar kimi. Elə onlar şeytandır. İblis sizin ağlınızın içində. İblis elə sizin ağlınızdır, diskursiv ağlınızdır. O tərəfdə deyil, buradadır, burada. Neokorteksdə. Bu iblisdir. Bütün düşüncələr, fikirlər hamısı iblisdir. Sadəcə onu idarə eləmək olmur. Siz onu əmr eləyə bilməzsiniz. O sizi tanıyır, bilir. Sadəcə uzaq durmağı bacarmaq lazım. Allaha dua edirsən ki, Allahım onu uzaqlaşdır. Çünki iblisin üstündə sən ağalıq eləyə bilməzsən. Sən iblisi yaratmamısan ki, onu rədd eləyəsən, yaxud da ki, sən iblisi yaratmamısan ki, sən onu qalib gələsən. Onu Allah yaradıb, Allaha dua edirsən ki, iblisi məndən uzaqlaşdır. Bildiniz? Yəni, sən heç kimsən. Sənin gücün yoxdur. Sən kimsən ki, iblis diskursiv ağıldır. Bütün mövcudluğun fəlsəfələrini, reallıqlarını, bütün sirləri bilir. Məsələn, sən bir qadınsan, tutaq ki, ailən yoxdur. Namaz qılırsan, dua edirsən, praktikalar edirsən, mənim dediyim həmin o huzuru tapmağa çalışırsan, özünü dərk eləməyə, mən kiməm sualını verməyə çalışırsan, atma viçara praktikasını edirsən. Birdən-birə iblis sənə deyir ki, bax, sənə bir uşaq göstərir. Baxırsan, görsən uşaq. Deyir, bu sənin uşağındır. Sənin uşağın ola bilərdi. Sən niyə evlənməmsən? Evlənmək lazımdır. Gör, nə gözəl uşaqdır.
Gör nə mülayim uşaqdır. Gördünüz? Bax, belə iblis aldadır. Siz elə fikirləşirsiniz ki, mən ağıllıyam. O da ağıllı. Bunun gücü böyüdür. Bəs sən kimsən? Əsas budur. Sən burada yoxsan. Sən heç yer yoxdur. Bildiniz? Hər bir şey, bax, belə buradakı hadisələr də təsadüfi hadisələrdir. İndi isə gələk əsas mövzumuza, Azərbaycanda öz hüququnu, haqqını tələb etməyə necə baxırlar? Bir neçə hekayə danışacağım, özümlə bağlı hekayə və fikir bildirəcəm. Deməli, avtobusdayam, yanıma bir qadın əyləşir, sumkasını qoyur, əslində onu ayağına qoya bilərdi, yanına qoya bilərdi, amma düz sıxışdırır mənim yanıma. Xanıma deyirəm ki, çəkin də bu sumkanı. Görəm, əlində təsbih fırladır, nəsə mırıldayır da özü üçün, güya dua eləyir. Halbuki mən yenə deyirəm, sufilərin sözü var. Sol əlini verdiyini sağ əl bilməməlidir. Sol əlin verdiyini sağ əl bilməməlidir. Sən bunu niyə eləyirsən? Hə? Yaxud da ki, insanlar var, çöldə orada burada atır şeyi, palası atır, başlayır dua eləməyə, namaz qılır. Niyə? Mən görüm deyə. Onun egosu bilirsiniz, necə qaynayır ki, görürlər, ha, məni müqəddəs hesab eləyirlər. Bir qız var idi, deməli kənd yeri idi. Biz oturmuşuq burada, o da orada dua eləyir. Təsəvvür eləyin, dua eləyəndən sonra o biri insanları yadına salıb da belə eləyir. Allahım, onları bağışla. Elə qışqıra-qışqıra deyir ki, yəni mən eşidim də bilin ki, mən dünyanı düşünürəm. Mən digər insanlar üçün də dua edirəm. Mən necə gözəl insanım. Niyə qışqırırsın? Anası da belə bilir, anası da qulaq asır ki, hə, danışır. Deməli, bu qadının bu sumkanı çəkmir də yanımdan. Axırda mən ayağımı belə elədim, qadın mənim üstümə qışqırdı ki, sən həddi aşırsan, ha. Görürsünüz, manipulyasiya, hiylə, birinci hücuma keçmək. Machiavelli. Qoyun qızı, qoyun bəlkə də Machiavelli'dən xəbəri yoxdur, amma hiyləgərliklə hücuma keçir. Mən də başladım, nərildədim onun üstünə. Orada da 2 polis var idi. Bu 2 polis də mənə qayıdır, deyir ki, sən səhv eləyirsən. Yəni, sən səsini yüksəldirsən, sən aqressiv danışırsan. Gülmək lazımdır. Polis mənə deyir ki, sən aqressiv danışırsan. Belə absurd, idiotik bir şey, düşüncə eşitmişsiniz ardınız. Sonra mən də həm bu birisi ilə mübahisə edirəm, həm də bununla mübahisə edirəm. 2 qoyun ikisinə də çatmır ki, bu qadın özü haqsızdır da. Mən buna dedim, çək bunu, çəkmədi. Deyir, sən aqressiv danışırsan. Yəni, insan mənim üstümə qışqırır ki, məni təsir eləsin də insanlar içində ki, mən səsimi kəsim, mən danışa bilməyim də. Yəni, mən görüm ki, insanlar baxır, biabır olum və fikrimi, emosiyamı ifadə eləməyim, düzdür? Yəni, insanların hiləsini, manipulativliyini, burada nəyin keçdiyini mən çox yaxşı bilirəm. Çünki hər bir şeyin özü içimdə necə işlədiyinin fərqindəyəm deyə, insanların içində nəyin baş verdiyini də bilirəm. Həm empat olaraq, həm də ki, illərimiz gedib də bunu işləməyə, illərimiz gedib bunun üzərində işlər görməyə. Bununla mübahisə elədim, onunla mübahisə elədim. Yəni, bunlar niyə görə özlərini elədilər ki? Niyə coşdular ki? Bu 2 polis. Niyə? İctimai asayişi qoyurlar, ya qadını qoruyurlar, yox. Onların egosuna pis təsir elədi ki, niyə bu insan burada nərildəyir? Hə? Sən kimsən ki, sən özünü kimi sayırsan ki? Biz niyə burada ağa? Halbuki siz vəzifədə deyilsiniz, işdə deyilsiniz. Siz də mənim kimi adi vətəndaşsınız avtobusda. Və siz haqq, ədalətin tərəfində deyilsiniz. Sizin egonuza toxundu ki, bu insan nərildədir. Siz haqqın tərəfində olsaydınız, bu tupoy düşüncənizi bir tərəfə qoyub baxardınız ki, bu insana qarşı haqsızlıq eləyiblər. Amma siz qadını qoruyursunuz. Niyə? Çünki o qadın da yaltaqlıq eləyir sizə.
bildiniz? Və mən yerimdən tərpənmədim, təbii ki, orada qaldım. Çünki illər ərzində, baxın, mən sizə deyim, illər ərzində Azərbaycanda insanlarla kobud, qəddar, aqressiv, inadkar, eşşək gönüllü insanlarla toqquşa-toqquşa mən onlarla necə danışmaq lazım olduğunu, necə reaksiya vermək lazım olduğunu öyrənmişim. Yəni, o eşşəklik eləyirsə, sən 100 qat artıq eşşəklik eləməlisən. Bax, belə bir riyazi qanundur. Belə də sonra astanovka olanda düşdüm. Amma onların heç birisi, yəni bu mənə aqressiv baxırdı. Sadəcə egolarına toxundu da. Sonra nə baş verdi? Bir dəfə mağazada deməli meyvələr var da, göyərti almağa çalışıram filan. Görürəm yanımda balaca bir uşaq durub. Mən əvvəl birinci durmuşam ha. Şey baxır da orada sayır. Çeki vurmalıdır onun üstünə. Birinci durmuşam. Görürəm bu hiləgər uşaq, balaca uşaqdır. Yanımdan belə keçir yavaş-yavaş. Bu qoca kişi də durub, o da baxır da, saqqalı, bığlı qoca kişidir, ağ saqqalı. Mən bunu uzadıram, paketi. Bu uşağın paketini götürür. Mən də etiraz elədim. Dedim, yəni mən əvvəl durmuşam. Bu da belə eləyir. Bu kişi də etiraz edir ki, nə var ki burada? Deyirəm, mən ondan əvvəl durmuşam. Deyir, o uşaqdır da. Dedim, nə olsun uşaqdır? Belə eləyir mənə. Deyir, sən ona yol verməlisən. Dedim, niyə? Xeyr ola mən ona yol verməliyim. Uşağın da anası gəldi. Uşaq da mənə belə baxır. Elə baxır ki, elə bil mən bunu döydüm, söydüm, sonra da götürdüm, tulladım o tərəfə. Yəni, hiləgərdir də, görürsünüz. Deyirsiniz, uşaqlar safdır. 100%-dan bir 5% uşaq saf ola bilər. Qalanları hiləgərdir, manipulativdir. İblislə doğulublar onlar, bildiniz? Yəni, baxmaq lazımdır hər dəfə. Neysə, bu kişi mənimlə mübahisə edir, deyir, sən ona yol vermir. Dedim, niyə? Mən birinci durmuşam. Və mən bununla toqquşuram, danışıram, mübahisə edirəm. Ətrafdakı insanların heç birisi söz demir. Bunu indi niyə dedim, deyəcəm. Bu kişiyə çatmır ki, bu uşaq balaca uşaqdır. O səbirli olmağı, sıra mədəniyyətini öyrənməlidir, bilməlidir. Amma indiki qocalar avtobuslarda balaca uşaqlara yer verir, mindirirlər başlarına. Mən başa düşürəm, psixoloji olaraq nəvələri ilə uyğunlaşdırırlar, deyirlər, bu mənim nəvəmdir, uşaqdır, nə bilim nə. Mən şəxsən avtobusda olanda, balaca uşaq olanda, mən insanların ayağının altında qalırdım. Heç kəs mənə nə yer verirdi, nə başqasına yer verirdi, uşağı zibil yerinə də qoyan yox idi. İndi mənim üçün adam olublar bunlar. Sənin ayaq altında qalırdın, elə bil. Sıxışdırırlar, divara heç tərpənə bilmirdin. İndi uşaq şey eləyirlər. Avtobuslarda yer verirlər, başlarına mindirirlər. Sonra da onlar quduranda siz qoca, ağsaqqal, bir çəydi nədir? Onda deyəcəksiniz ki, niyə bunlar belədir? Siz qudurdunuz onları. Bu uşaqdır, bu sıra mədəniyyətini öyrənməlidir. Səbirli olmağı, ayaq üstündə durmağı öyrənməlidir. Heç bir əskər təzə gələndə ona demirlər ki, sən gəl, çıx başımızın üstünə. Yox, o uzun müddət, ən azından bir il ərzində nəsə eləyir. O böyük hörməti qazana bilmir, bildiniz? Burada isə belədir. Deyir, yol verməlisən. Neysə, mən bununla mübahisə elədim və üzünə durmuşam, sübut eləyirəm ki, sən haqsızsan da. Bu da belə eləyir, sən Allah yaxşı da. Yəni, bu da manipulyasiyadır. Sən Allah yaxşı. Yəni, dedim, yaxşı yoxdur. Və belə hallarda hərdən bir mübahisəni axıra qədər davam elətdirirəm. Və təsəvvür eləyin, keçdim qırağı, həmin insanlar başladı mənim arxamdan danışmağa. Ay, uşaqdır da, nə olsun, əşi keçirik də, hamımız gedirik də. Siz mənim yerimə olsaydınız, elə eləməzdiniz axı. Başqa
bir insan olsun, başqa yerdə olsun. Elə eləmirsiniz axı. Amma indi yox, güya indi bu kütlədir də, qoyun kütlədir. Kütlə nə bilir ki, heç nə. Kütlə ancaq emosiyalarla, tupoy primitiv emosiyalarla, qısa sloqanlarla hərəkət edir. Başqa heç nə qavramır kütlə. Belə. Gördünüz, qocaya çatmır ki, bu uşaq öyrənməlidir, bilməlidir. Sən bu yaşlı adamı deyirsən ki, dur o tərəfdə qoy bu uşaq keçsin. Niyə görə? Göydən düşdü. Ya mən nə bilim, bəlkə də gələcək. Əgər mən bilsəm ki, o gələcəyin Einsteinidir, nə idi, mən şey eləyərəm. Uşaq hiləgərliyi öyrənib balacalıqdan. Ona anası demir ki, sən niyə hiləgərlik eləyirsən? Hə? Niyə biclik eləyirsən? Çünki müasir dünyada artıq Azərbaycanda mənəviyyat böyük bir uğur sayılmır. Dürüst olmaq, saf olmaq, mənəvi insan olmaq uğur sayılmır. Nə sayılır uğur? Hiləgərlik, biclik, ilk öncə özünü düşünmək. Bildiniz, özünü düşün. Mən olmalıyım. Qalanları Türkiyədə də belədir, Azərbaycanda da indiki gənclərin içində də belədir. Uşaqların da içində belədir. Onun anası da deməli, özü də və heç kəs, gördünüz, hamı durub mənə qarşı baxır ki, heç birisi də mənim həqiqəti dediyimi anlamır, görmür. Bax, həqiqət belə bir şeydir. Kör-köranə insanların dərin düşünməyə belə qabiliyyəti yoxdur. Analiz eləmək, sorğulamaq, emosional çıxış eləmək yox, düşünmək, səbirli olmaq deyə bir şey də yoxdur. Bunlara nəyin həqiqətini çatdırasın? Ona görə mən YouTube'da filanda, Instagram'da filan psixologiyadan, həqiqətdən danışan, fikrin dəyişilməsindən danışan, güya ki təmizliyi olsun, zibil atmayaq və s. sloqanlarla çıxış eləyən insanları, dəyişikliyə çağıran insanları tupoy sayıram. Çünki onlar anlamır ki, bu kütləyə nəyi başa salasın? Bu uşağa başa sala bilmir ki, yerini bil. Məsələn, durursan, bankomatda kartını soxursan, pul çıxardırsan. Nə deyirlər sənə? Gəlirlər, dururlar düz yanında. Mən şəxsən kimsə onu eləyirsə, dururam, məsafə saxlayıram ki, yəni görməyim də insana pis təsir eləyəcək. Orada kartında nəsə eləyəndə, baxanda filan. İnsan gəlir, çoxur, düz yanımızda durur. Buna normal baxırlar adamlar. Bir qadın gəlmişdi Azərbaycana, Rusiyadan. O, bu barədə yaxşı şikayət edirdi. Mənfilərdən danışanda dedi ki, insanlar məsafə saxlamağa bacarmır, onu düzdür. Məsələn, yolda gedirsən, adamlar gəlir, kör-köranə gəzir. Gəlir, dəyir sənə. Əvvəl yadımdadır, insan insanı dəyəndə az qala dava düşürdü. İndi dəyir. Maşın siqnal verir, maşın görmür. Maşın insanı saymır. Maşınlar şəhərində yaşayırıq. Maşınlar insanları saymır, görmür. Çünki mən bilirəm bunu. Sürücü maşına minəndə onun illərlə psixologiyası maşınlaşır elə bil, şuuru. O ancaq maşınları görür. Onun diqqəti maşınlardadır. O diqqəti şeylərdə deyil, insanlarda deyil. İnsanı vura da bilər, zədələyə də bilər. Və bununla əlaqəli bir şey var. Nəsə maşındır, keçirəm arxasından. Belə eləyir, az qala mənə dəyir də. Deyirəm, nə edirsən? Belə eləyir. Əlinlə belə eləyir. Deyirəm, bu nə deməkdir? Deyir, yaxşı da yola ver. Deyir, 12 saatdır işləyirəm. Sən də gəlib mənim başımı xarab edirsən. Manipulyasiya, hiləgərlik, səhvini anlamama, səhvini qəbul etməmə, egonun şişməsi. 90% belə haldadır. Bilin bunu. Cəmiyyətin 90% belə haldadır. Nə səhvini etiraf eləyəcək, hiləgərlik eləyəcək, manipulyasiya eləyəcək, aldadacaq, istifadə eləyəcək. İnsan demir ki, üzürlü say. Deyir, yox, sən niyə mənim üstümü gəlmirsən? Görürsünüz, hücuma keçir. Sən kimsən ki, sən niyə mənim üstümü gəlmirsən? Mən yaxşı eləyirəm, mən 12 saat sürürəm, sən məni anlamalısan, deyir. Belə vaxtı da deyirəm ki, gərək onun arxasında uşaq olardı, onu da görüm sən neyniyərdin. Bir dəfə Lənkərana getmişdim.
İndi deyirlər, Azərbaycanda qonaqpərvərlik var. Taksi sürücüsüdür. 2021-ci ildə göy gelmişdim orada işləməyə. Məni bu yerdən o biri yerə aparırdı. Nəsə veşvişimi qoydum, onda 2 manat idi. 2 manat yox, 3 manat idi deyəsən. 2-3 manat. Apara mən dedim ki, yəni mənim peşəm tarix müəllimidir. Bu da qayıtdı mənə dedi ki, deyir, bilsəydin belədir, səndən 5 manat götürərdim. Budur sənin qonaqpərvərliyin. Kameraya işləmək. Mən deyirəm də, Azərbaycanlıların 2 mənfi xüsusiyyəti var. Özündən razılıq, çox böyük bir qürur, səhvini etiraf eləməmə, özünü artıq görmə. Məsələn, kənddə yaşayan insanların çoxsu düşünür ki, mən o şəhərdəki savadlılardan qat-qat artıqam, mən üstünəm, mən yüksək. Sən o çobanın yanına gələndə o boş şeydir, güya sən saf bir insan görəcəksən. O çobanda olan qürur, özündən razılıq buradakı bəlkə də professorda yoxdur. O görmürsünüz, deyirsiniz ki, belə görmürsünüz, anlamırsınız. Daxildən xəbəriniz yoxdur, ancaq primitiv fikirlərlə irəli gedirsiniz. Fikir yürüdürsünüz. Özündən razılıq, qeyri-səmimilik. Səmimilik yoxdur. Səmimilik tupoyluq hesab edilir. Niyə səmimi olmalısan? Biz Nietzsche'ni bilmirik ya. İnsanları çoxsu bilmir, amma Nietzsche'nin dediyi ilə yaşayır. Egoizm, hiləgərlik, özünü düşünmək, alçaltmaq, sındırmaq, məhv eləmək. Və həqiqəti də biz elə görürük, Allahı da biz elə görürük. Bir qadın da gedir, deyir, buradan buraxmadılar germəyə, gərək oradan qalsın da. Gedə-gedə deyir, Allah səni lənətləsin, Allah səni belə eləsin, Allah səni öldürsün. Yəni Allah gəldi, bütün mövcudluğu, kainatı buraxdı, gəldi, dedi, xanım, narahat olma. Mən sənə görə dünyanı dağıdacağım ki, öldürəcəm onu. Sən özünü nə sayırsan? Bu qədər qürur nə verəcək insan? Əzablar da yaşayırsınız. Adamlar o qədər əzab çəkir ki, oyanmırlar yenə də. Hissiyatlı insana, o Budda deyir, ata qamçının kölgəsi bəs eləyir ki, o qaçsın, tərbiyəli olsun. Hissiyatlı insanlara heç bu balaca əzab da təsir edir. O qədər insanlar əzab yaşayır, hələ də böyümürlər, oyanmırlar. Məsələn, görürsünüz, hər zaman mən gördüm ki, haqqımı tələb eləməyə çalışanda insanlar mənə belə baxırlar. Ya belə baxırlar, ya da ki, veclərinə deyildi. Sən qışqırırsan, bağırırsan, məni öldürürlər, məni öldürürlər, mənə pislik eləyirlər, mənim canımı alırlar. Qadın da, kişi də. Amma nə görürsən, ətrafdakılardan biganəlik, veçsizlik görürsən. Mən yalançı kömək etmədən Zaur Baxşəliyevdir, Xoşqədəm kimi insanların pulla filanla, makinasiyalarla köməkliyi barəsində danışmıram. Mən ətrafdakılarla danışıram. Və hamımız bilirik ki, bura döyüş meydançasıdır və illüziyalar, ona görə deyirəm, qeyri-səmimilikdə yaşayırıq. Hamımız bilirik ki, bir-birimizi öldürməyə çalışırıq, məhv eləməyə çalışırıq. Digərlərini saymırıq, bu mənim ailəmdir, tanışım, qohumumda qalanları cəhənnəm olsun, geçsin, deyə düşünürük. Amma o biri tərəfdən də deyirik ki, əziz vətənim, hər şey gözəldir, qonaqpərvərik, çiçəklənirik. Ona görə də Allah bizə bizim içimizdəki murdarçılığı güzgü kimi əks etdirən bir düşməni bizə verdi. Ermənistanı. Ermənilər mundardır, hiləgərdir, yalan danışandır. Amma sən onların güzgüsünə baxanda sən nəyi görəcəksən? Sən sual ver, heç kəs sual vermir ki, niyə Allah bizə belə düşməni verdi? Çünki onlar bizim içimizdəki egoizmi, özündən razılığı əks etdirir. Baxırsan, belə-belə eləyirsən, amma sən görmürsən ki, o Rus multfilmi, Sovet multfilmi var idi, Yenot.
Malış yenotdur bilmirəm. Suya baxır, yenotdur da balaca. Taxtanı belə eləyir, içindəki də belə eləyir. Gedir anasına deyir ki, ana mənə taxtanı belə elədi. Anası da deyir ki, sən taxtanı at da qoyun. Get gül. Gül gör sənə o suyun içindəki sənə neyniyəcək. Gəlir o da balaca yenot gülür suyun içindəki əksinə. O da ona gülür. Bildiniz bu multfilm nəyi göstərir? Əks. Bax bu da budur. Budur bu. Gördünüz? Dünya yalandan, hilədən ibarətdir. Sən burada həqiqətin nəyini axtarırsan? Oxuyun o kitablar. Amma da insanların videolarda, YouTube'da filan da, o da bu da nəyə iş eləyirsən? Bax adamın özünə nədir bu, kimdir? Məsələn, mən deyirəm, mənim indi tutaq ki, 100.000 abunəçim olsa da, məsələn, mən eyni qalacam. Amma insanlar dəyişilir. Vəzifə verilən kimi, pul verilən kimi, o verilən kimi. Tanımırlar insanlar. Ey özündən bir xəbər qafil oyan, olma fani aləmə mail oyan, mərifətdən nəsnə qıl hasil oyan. Çün Nəsimin aləmin sultanıdır, dövran onun dövranıdır. 600 il keçib. Dəyişilmir işte. Özündən bir xəbər oyan. Bu sən kimsən də məsələ budur. Biganəsizlik, vecsizlik. Dünya ona görə belədir ki, sistem ona görə hər şey belədir ki, sən oyanasan, bağlanmayasan bu dünyaya, xoşbəxtliyin dalıcı getməyəsən. Xoşbəxtlik ideyası sənin şuuruna fiktiv, yalançı ideya olaraq yeridilib. Sən xoşbəxt olmağa çalışırsan. Hər bir emosiya normaldır. Hər bir keçirdiyin bir təcrübə, hiss normaldır. Amma sən deyirsən, yox, xoşbəxt ol. Niyə? Çünki sən xoşbəxt olanda digərləri səni sevir. Sən dua edirsən, niyə? Allah səni qəbul eləsin, Allah sənsin. Bu yalandır. Bu insanların sənə verdiyi Allah modelidir. Allah həmişə səni qəbul edir. Huzurdasan. Və bütün bu cəhənnəmin içindən, danışdığım cəhənnəmin içindən sən cəhənnəmdə ola-ola, baba onu göstərdim ha, bu yarım kürəni. Sən bu sistemin içində ola-ola çıxa bilməzsən. Bura get. Huzuru tanı. Özünü tanı. O zaman sən nədənsə azad ola bilərsən. O dünya aldadıcıdır da, qəm-qüssədir. İnsanlar burada təcrübələr yaşayır, amma sən öz içinə getməlisən. Ona görə də bir şey tələb eləməyin. Siz deyə bilərsiniz ki, biz bunu dəyişəcəyik, onu dəyişəcəyik, hər şey dəyişəcək. Öz-özünə yavaş-yavaş bəlkə də min illər sonra nəsə dəyişir. Amma bu dünya, bunu da yaxşı eləsən, o çıxacaq, o olacaq, o olacaq. Niyə görə? Çünki dixotomiyadır, problemdir. Fanidir da kişi, fanidir, ölücüdür, keçicidir. Ölümlə doludur. Gedin qəbirstanlıqlara ziyarət edin. Oturub orada romantik düşüncələrə dalmayın. Başınızın içine yer edin ki, ay Allah, mən burada uzanacağım, mən öləcəm. Cəmiyyət sənə deyir ki, işləmək vacibdir. Ölüm deyə bir şeyi, həqiqəti sən unudursan, işin dalıcı qaçırsan. Pul lazımdır. İnkişaf bilirsiniz, şəxsi inkişaf nədir? İdmanla məşğul olmaq, yeni dillər öyrənmək, proqramist olmaq, yeni iş tapmaq, coach olmaq, psixoloq olmaq, psixologiyanı öyrənmək deyil. Bunlar yaxşı şeylərdir, amma bu şəxsi inkişaf deyil. Şəxsi inkişaf, sən bunları eləyəndə egoizmini gücləndirsən. Şəxsi inkişaf, qorxularınla rastlaşmaqdır. Məsələn, kasıb olmaqdan qorxuruq da biz, düzdür? Kasıb olmaqdan, bu Azərbaycanlıların qorxularıdır. Kasıb olmaqdan, biyabır olmaqdan, rüsvay olmaqdan qorxuruq. Ged bu qorxuların içinə. Pulsuz qal, rüsvay ol, biyabır ol. Götür, şalvar geyinmişsən, suyu sıçrat şalvarını. Gəz elə. Qoy insanlar düşünsün ki, sən batırmısan şalvarını. Bax, onda sənin içində o qorxu, təlaş, təşviş, narahatçılıq, qıcıq, acıq
içində o ən dibdən uşaqlıqdan gələn o qorxular ortaya çıxanda sən onda inkişaf eləyəcəksən. Onda sən özünü dərk eləyəcəksən. Onda sən başa düşəcəksən ki, sən kimsən. Belə insanlar özlərini tanımırlar, yalan danışırlar. Oyanmaq lazımdır ona görə. Mən nöqtəni qoymadım. Mən bir şeyə gəlib bir fikrə çıxmadım. Mən bilirəm digər insanlar necə danışır. Mən görürsünüz tam elə-belə söhbət eləyə-eləyə söhbətin içində həqiqətləri belə-belə ateşləyirəm də, ateş açıram kimi. Yəni çünki ruhanilikdən belə danışanda anlamı yoxdur. Bu görmüşəm, bu işləmir. Tənqid eləyəndə, insanın üstünə gedəndə, bunu elə, sən korsan, oyanmalısan, günah səndədir deyəndə bu işləmir. Elə-belə danışırsan və həqiqəti deyirsən. Adamın içinə keçəcək. Bax, bu metodikadan mən istifadə edirəm. Elə adamlar, ustadlar var xarici ölkələrdə. Çox aqressivdir. Çoxsuna işləmirəm, bəzilərini işləyir. Amma bu da metodika deyil. Mən uşaqlıqdan o qədər qəddarlıq görmüşəm ki, çalışıram ki, insanlara yumuşaqlıq göstərim. Onu bilin ki, məsələn, əzab çəkməyən insana gəlib öz əzabınızdan danışmayın. O sizi anlamayacaq. Bura gedin. Mən kiməm sualını verin. Bu qədər.